Bir dostumuz var. Deyir ki, mən 6 ay oturdum, dua elədim. Axırda deyir, o yuxarıdakı, özə belə deyirlər, yuxarıdakı deyir, mənə istədiyimi vermədi. Mən də artıq baxdım ki, yuxarıdakı deyilən, aşağıdakı deyilən bir şey yoxdur və dindən çıxdım və artıq rahatam və istədiklərim daha da çox olur. Halbuki, yəni əslində prinsip olaraq baxsaq, elə iş başda problemli idi. Yəni deyir ki, mən 6 ay dua elədim, mənim istədiyimi vermədi. Amma halbuki, yəni sənin istədiyin sənin üçün nə qədər xeyirli idi, bir o prizmadan bir baxa bilsəydi, halbuki istədiyini əldə eləsəydi, bəlkə də daha çox peşman olacaqdı. Bu nə idi mənim başıma gəldi deyəcəkdi. Amma belə deyək də, insanoğlu otağın o tərəfindəkini belə görə biləcək kapasitədə deyildi, elə deyilmi? Yəni mən burada oturmuşam, qonşudakı evdə nə hadisə baş verir, heç mənim xəbərim yoxdur. Yəni amma nə ola bilər ki, mən 6 ayda doyuram, 6 aydan sonra başıma gələcək bir hadisəni mən istədiyim kimi olmanı istəyirəm və onun mənim üçün ən xeyirli olduğunu hardan bilirəm? Yəni mən həkimə gedirəm, uzman olub. Həkim ya mənim istədiyim dərmanı verir, mənim xəstəliyimi mənim qədər o da bilir, məndən də çox bilir və yaxud da ki, məsləhət bilmir, mənim xəstəliyimə daha uyğun olan bir dərman verir. Və ya ümumiyyətlə heç bir dərman vermir. Deyir ki, bax bu şeylərə riayət edib keçib gedəcək. Elə isə də yəni, hakim olan Allah Azza və Cəllə bizim üçün zərərli bir şeylərmi? Əsla və qətiyyən. Sadəcə biz onun qapısına düzgün yönələ bilmirik. Onun istədiyi tərzə yönələ bilmirik. Yəni biz deyirik ki, illa da mənə bu şəkildə ver. Elə bir ki, biz getmişik pəncərəni zorla sındırırıq ki, pəncərədən girəcəm içəriyə. Amma öncə bir məsələ var, dedir, illa ədəb. Öncə qapıdan gələcəksən. Öncə qapını döyəcəksən. Ondan sonra lazım olsa o qapıda gözləyəcəksən. Necə ki, bəzilərin qapısında saatla, ayla gözləyirsən, gəlsən, istədiyin nəticəni ala bilmək üçün hər dəfə get-gəldə təcrübə artırırsan. Bir müdür qədər deyil mi Rəbbimiz? Bəlkə də sənin imtihanın elə oydu. O qapılarda gedib gəlməyi də o 6 ay elə duaları idi. Eyüp Aleyhisselam qurd basanda ən son dilinə o qurd düşənə qədər bir dəfə də olsun şikayət etmədi. Ən böyük zəngin peyğəmbərlərdən biriydi. Zənginliyi alındı, yoldaşları əlindən alındı, evlatları əlindən alındı, evi əldən getdi zəlzələ nəticəsində və qurd bastı və bir dənə şikayət elədi. Dedi ki, ya Rabbim, artıq deyir bu dilimə gələn qurd sənə zikr eləməyimə imkan vermir, onu məndən qaldır dedi və ondan sonra Allah da onu qaldırdı. Yəni o vaxta qədər bir dəfə də belə olsun şikayət etmədi. Çünki Rəbbindən gələnə razı oldu ki, mükafatı da daha böyük oldu. Yəni bu nə tələskənlikdir, yəni həmən istədiyimiz olmasa, bu nə məhəbbət, bu nə düşüncə, bu nə sevgi. Elə sədaqətimiz bu qədər idi yəni. Bir istədiyimiz olmadığı zaman Rəbb yoxdur mu demək? Elə isə o zaman nə qədər bulsan özünə bir sual ver.